Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Ləman anasının öldüyünü bilmədiyi üçün həkimlər onu ayılmağa qoymur. Sferas xəbər verir ki, bunun şairə Nazilə Səfərli deyib. Onun sözlərinə görə qız özünə gələndə yenidən yatızdırırlar ki, beyni özünə gəlib hər şeyi dərk eləməsin. Həmçinin o qeyd edib ki, Ləman güclü qızdır, səhhəti daha da yaxşı olacaq. Qeyd edək ki, Ləman Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.